Davam edirik çinin funksiyalarından. Çi bizim qarşımıza müxtəlif funksiyalarda çıxa bilər uşaqlar. Məsələn, çi qarşımıza çıxa bilər ədat kimi, çi qarşımıza çıxa bilər bağlayıcı kimi, çi qarşımıza çıxa bilər şəkilçi kimi. Bəs bunları necə fərqləndirəcəyik? Çi ədat olaraq iki yerə ayrılır. Yəni ədatın məna növləri var da. Bilirik ki, qüvvətləndirici ədatlar var, sual ədatları var, məhdudlaşdırıcı ədatlar var və s. Ədatın müxtəlif təsdiq və inkar ədatları var və s. Amma ki, bugün kidən danışdığımıza görə, ki ədatın iki məna növündə var. Həm qüvvətləndirici ədadda ki qarşımıza çıxa bilər. Yəni həm qüvvətləndirici ədadda ki var, həm də sual ədatında ki var. Oldu? Bəs bunları necə fərqləndirəcəyik? Yadımızda qalsın. Əgər ki ədaddırsa, bağlayıcıdırsa, yadda saxlayın. Ədad və bağlayıcı kimi ki fərqi yoxdur. Ədatın hansı məna növüdür? Yəni onun fərqi yoxdur. Və bağlayıcı kimi. Sözdən ayrı yazılır. Yəni bitişik yazılmır. Sən ki dəcəl deyildin. İndi deyəcəksiniz ki, müəllimə, necə fərqləndirək ki, qüvvətləndirici hansıdır, ədat kimi kidir, sual hansıdır? Baxın, əgər sualdırsa, elə sual deyirik də, sonda sual işarəsi qoyulmalıdır. Əgər ki sual ədatıdırsa da, onda sual işarəsi nəsə göstərilir. Əgər ki mənanı qüvvətləndirirsə də, onda qüvvətləndirici ədaddır. Sən ki dəcəl deyildin. Bu cümlənin axırında sual işarəsi var. Sual işarəsi var, xeyr. Sən ki dəcəl deyildin. Buradakı ki qüvvətləndirici ədaddır. Yəni biz bunu istifadə etməyə də bilərik də, sən dəcəl deyildin. Bunu qüvvətləndirmək üçün ki. Bilirik ki, ədad deməli qüvvətləndirir, yəni təsir gücünü artırır sözlərin, cümlənin. Daha sonra sualı bilmirsən ki, baxın artıq burada sonda gəlib və özündən sonra sual işarəsi qoyub. Hər ikisində demək istədiyim ədaddır. Ayrı yazılır və sual ədatında sonunda sual işarəsi qoyulubdur. Qüvvətləndirici ədadda da cümlənin sonunda sual işarəsi yoxdur. Sonra yadda saxlayın ki, uşaqlar, həmişə deyirik ki, əgər ədadla bağlayıcı olan kini necə fərqləndirik? Ədaddan sonra, ki ədatından sonra vergül qoyulmur. Amma ki bağlayıcısından sonra vergül qoyulur. Yəni ki bağlayıcı olanda ondan sonra vergül qoyuruq. Amma ki ədat olanda ondan sonra vergül qoyulmur. Bəs bu qayda həmişə belədir? Xeyr. Ona görə burada qeyd etmişəm ki, 99% ki ədad olduqda ondan sonra vergül qoyulmur. Oldu 99%. Ki ədad olanda bilirik ki, onsuz da ədad olaraq necə öyrənmişik? Kidən sonra vergül olmamalıdır. Amma bəzən qarşımıza çıxa bilər. Burada məsələ ondan birini qeyd etmişik ki, əgər təkrarlanan söz gəlsə, arada ki gəlsə, həmin eyni təkrarlanan sözün ortasında, onda vergül qoyuruq. Amma vergül olduğuna görə biz ona bağlayıcı deyə bilmərik. Yenə ədat olur. Nümunələrə baxaq. Dost ki yalan danışdı, mənim fikrim qarışdı. Uşaqlar, baxın, dost ki. Burada baxırıq, vergül yoxdur. Deməli, ədatdır. Bunu bildik. Yəni, bu qaydanı bildik. Bəs nə zaman vergül olur və ədat olur? Eyni söz təkrarlananda. Məsələn, danışmır ki, danışmır. Eyni iki dənə söz, eyni söz elə təkrarlanan. Baxırıq ki, burada ki var və ondan sonra vergül var. Amma yenə də biz buna bağlayıcı demirik, ədatdır. Oxumur ki, oxumur, yazmır ki, yazmır, demir ki, demir. Eyni təkrarlanan sözün ortasında ki görəndə, ondan sonra vergül olsa da, biz onlara bağlayıcı demirik, yenə də ədat deyirik. Yadınızda saxlayın. Həm ki bağlayıcısı, həm də ki ədatı sözdən ayrı yazılır. Amma ki şəkilçisi sözə bitişik yazılır. Yəni bunları da qeyd etmişəm ki, sizin üçün köməyi olsun. İndi bağlayıcı hissəyə keçirik. Bağlayıcı bilirik ki, əgər ki bağlayıcıdırsa da ondan sonra vergül qoyulur. Məsələn, mən bilirəm ki, sən qəbul olacaqsan. Burada ki bağlayıcı olduğuna görə vergül qoyduq. Burada uşaqlar nəyə diqqət yetirmək lazımdır? Ümumiyyətlə, sizdə 8-ci sinifdə deyir ki, tapşırıqların birində cümlələr arasında əlaqə yaradır. Deyir ki, inin funksiyasını göstərin. Variantda da məsələ verilir ki, hansı cümlələr arasında əlaqə yaradır. Ümumiyyətlə ki, bilirik ki,
Tabeəli mürəkkəb cümlənin tərkibində iştirak edir bağlayıcı kimi. Yəni cümlələri bir-birinə bağlayır. Cümlələr arasında əlaqə deyəndə bilin ki, sizdən ki bağlayıcısını soruşur. Başa düşürsüz? Yəni burada ki bağlayıcıdır və cümlələr arasında əlaqə yaradıbdır. Bağlayıcı olduqda da özündən sonra vergül qoyulur. Ki-dən və bir də necə yadda saxlaya bilərsiniz uşaqlar qayda olaraq? Ki-dən əvvəl xəbər gələrsə, ki bağlayıcı olur. Ki-dən əvvəl xəbər gəlməzsə, ki ədat olur. Məsələn, mən eşitdim ki, kəndə yol çəkəcəklər. Baxın, burada ki var, vergül də var. Bunun bağlayıcı olduğunu bildik. Bir də necə bilə bilərik? Özündən əvvəl xəbər gəlib. Xəbər nədir? Yəni xəbər necə göstərir? Qoşaq xəttlə göstərir. Orada qeyd etmişəm. Bu ümumiyyətlə cümlə üzvləri əlavə bir mövzudur. Ondan sizi nə yormaq istəmirəm, nə də vaxtınızı almaq istəmirəm. Onu başqa dərs qeyd eləyərik. Yəni ki-dən əvvəl xəbər gələndə bağlayıcı olur. Amma yenə də deyirəm istisna uşaqlar. Baxın burada nə etmir? O danışmır. Bu da xəbərdir elə. Bu da xəbərdir. Amma burada ədatdır. Niyə? Çünki təkrarlanan sözün arasında gəlir. Baxın bunu istisna kimi yadda saxlayın. Oldu? Təkrarlanan sözün arasında ki gəlibsə, yəni ondan əvvəl xəbərdir, bu da xəbərdir. Biz yenə də buna bağlayıcı demirik, ədat deyirik. Amma baxın burada təkrarlanan söz yoxdur. Və ki-dən əvvəl xəbər gəlibdir. Biz ki-yə həm də özündən sonra vergül gəlib və biz buna bağlayıcı deyirik. Oldu, bunu yadınıza saxlayın. Eyni zamanda bu cümlədə də mən bilirəm ki, bilirəm. Nə edirəm? Baxın, xəbərdir. Bilirəm. Xəbər. Deməli, burada bağlayıcıdır. Amma məsələn, ədata baxağın, sən ki dəcəl deyildin. Sən. Kimsən? Artıq burada mübtədədir, xəbər deyil. Başa düşdünüz uşaqlar? Dəcəl deyildin, kim? Sən. Gördünüz, burada xəbər deyil. Ki-dən əvvəl xəbər gəlməyibdir, ki ədatda özündən sonra da vergül yoxdur. Ümid edirəm ki, bu hissələri başa düşərsiniz. Yenə də bu hissələrdən nəsə başa düşməsəniz, soruşa bilərsiniz. Sonra ki şəkilçi kimi qabağımıza çıxa bilər. Ki şəkilçisi həm bunu geniş şəkildə izah eləmişəm, amma 8-ci siniflər üçün, yəni tapşırıqları həll etmək üçün bunu bilsələr kifayətdir ki, ki şəkilçi olanda sözə bitişik yazılır. Oldu. Amma yenə də yadda saxlayın ki, kiyə siz həm q, ki, qu, künün tərkibində rast gələ bilərsiniz ki şəkilçisinə. Həm də ki üstü 4 variantlı şəkilçi olan ki, ku, künün üstündə rast gələ bilərsiniz. Uşaqlar. Bunu niyə belə yazmışam? Yadınıza qalsın. Bəzən söz verirlər. Deyirlər ki, itki sözü. Baxın, itki sözü q üstü 4-ün tərkibindəki şəkilçiyə aiddir. Q üstü 4-ün tərkibindəki kiyə aiddir. İtki, səpki, bitki. Feildən isim düzəldibdir. Amma məsələn, dünənki sözü, bayaqki sözü, baxın, burada sonrakı ilə bayaqçının səhvən yazmışam. Əslində doğru deyib, bu şəkilçinin tərkibinə daxildir. Amma biz ki-dən danışırıq. Sadəcə olaraq bunlar ki ilə bitir. Ona görə bunları belə fərqləndirmişəm. Baxın, dünənki sözü, indiki sözü, bunlarda ki var elə. Dünənki, indikidəki ki. Baxın, bu ki, ku, künün tərkibindəki kidir. Məsələn, sizə desə ki, dünənki sözü q üstü 4 şəkilçisinin tərkibindəki kiyə aiddir, səhv olar. Və yaxud da sizə desələr ki, bitki sözü ki, ku, künün tərkibindəki kiyə aiddir, səhv olar. Yadınızda saxlayın. Q, ki, qu, künün tərkibindəki kiyə aid olan sözlər itki, səpki, bitki. Yəni bunlar it feildən, səp feilindən, bit feilindən isim yaradıbdır. İtki, səpki, bitki ismini yaradıbdır. Amma bunlar əsasən zərfdən. Dünən zərfdir. Nə zaman? İndi nə zaman? Zərfdir. Zərfi artırılıb bu kilər və sifət yaradıbdır. Başa düşdünüz? Yəni ki, ku, həm sifət düzəldən şəkilçidir. Baxın, sifət düzəldən, bunlar sifətdir. Desəniz ki, müəllimə, ki, ku ilə həmişə sifət düzəlir, xeyr, isim də düzələ bilər. Baxın, bunu əlavə məlumat olaraq burada qeyd etmişəm ki, ki, ku, uşaqlar amonim şəkilçidir. Amonim şəkilçi ki, ku-dur. Baxın, buradakı q-nı demirəm. Yəni, bu şəkilçilərlə bir yerdə demirəm də amonimdir. Bunun tərkibi, hər ikisinin tərkibində ki var elə. Baxın, uşaqlar, bunun da tərkibində ki var.
Bunun da tərkibində çi var. Birinci, bunu diqqətlə qulaq asın ki, yəni sizi necə sual verə bilərlər, sizi necə çaşdıra bilərlər. İtki sözündəki, yenə deyirəm, itki sözündəki çi desə ki, sifət düzəldən, yəni ki, çi, çu, çünün tərkibindəki çidir, səhv olar. Belə suallar qabağınıza çıxır. Bunu yadınızdan çıxarmayın. Bir də ki, bu 4 variantlı yazılan çı, çi, çu, çü şəkilsi sifətdə düzəldə bilər. 4 variantlı yazılan çı, çi, çu, çü şəkilsi isimdə düzəldə bilər. Çaşmayın. Baxın, bu sözlərdə sifət düzəldibdir. Çünki bu şəkilsilərdən əvvəl, baxın, dünənki sözündə ki sifət düzəldib, elə yazmışam, baxın, bura sifət. Bu, dünənki, kidən əvvəl qrammatik şəkilsi yoxdur. Ona görə deyirik ki, sifət düzəldibdir. Amma kidən əvvəl qrammatik şəkilsi olanda biz deyirik ki, həmin söz isimdir. Məsələn, baxın, səninki sözündə. Səninki sözündə burada çini gördük elə uşaqlar. Baxın, bu çi üstü 4-ə aiddir. Başqa bir şəkilsidir. Yəni, çi üstü 4 həm isim düzəldən şəkilsi var. Çi üstü 4 həm də sifət düzəldən şəkilsi var. Çi üstü 4 şəkilsi amonim şəkilsidir. Yadınızda qalsın. Amonimdir. Bəs biz bunun nə zaman isim olduğunu, nə zaman sifət olduğunu hardan bilirik? Yəni, isim və sifət düzəltdiyini. Əgər leksik şəkilsidən əvvəl ki leksik şəkilsidirsə, köşə şəkilsiyə ayırırsınız. Görürsünüz ki, ondan əvvəl qrammatik şəkilsi varsa, onda deyəcəksiniz ki, buradakı söz, yəni səninki sözü isimdir. Yəni, burada ki sifət düzəltməyib, isim düzəldib. Başa düşürsünüz? Baxın, in yərik haldır. Bizimki sözündə kidən əvvəl in var, yərik haldır. Deyəcəksiniz ki, müəllimə, imin yərik hal şəkilsi var, bilməyən üçün deyirəm. Bəli, var. Mənim və bizim sözündə n-nın yerinə m qəbul edir. Yəni, şəxs əvəzlikləri mən, biz. Yərik halda, yərik halın elə bir şəkilçisində bilirik ki, m deyil də, in, in, un, ündür. Amma istisna olaraq mənim bizim sözdə n-nın yerinə m qəbul edir. Baxın, bu da yərik haldır. Yəni, kidən əvvəl qrammatik şəkilçi gəlibdir. Eyni zamanda biz bu sözlərin, qeyd edeyim, başlanğıc formasını belə götürürük. Kidən əvvəl qrammatik olduğuna görə bizimki sözü isimdir. Artıq buna sifət demirik. Əlininki sözü kidən əvvəlinin yəri hal olduğuna görə əlininki sözü isimdir. Oldu. Yəni ki, çi, çu şəkilsi amonimdir. Həm isim, həm sifət düzəldir. Dünənki sözündə, indiki sözündə bunlardan əvvəl qrammatik şəkilsi olmadığına görə belə tapırıq. Qrammatik olmadığına görə biz deyirik ki, dünənki, indiki sözündə ki sifət düzəldibdir. Bu şəkilsi vasitəsilə sifət yaranıbdır. Amma kidən əvvəl qrammatik olanda deyirik ki, çi, çu şəkilsi vasitəsilə isim yaranıbdır. Yəni ki, çaşmayın uşaqlar, bu sözlər də isimdir. Bunlar da isimdir. İtki, səpki, bitki. Amma buradakı çilər, bax, bu çi, çuya aid olan şəkilsi deyil. Çi, quçuya aid olan şəkilsidir. Bəlkə bu hissə ola bilsin, sizə qarşılıq gələ bilər. Ümumiyyətlə, bunu geniş şəkildə izah elədim ki, bu hissələrin sizə çox faydası dəyəcək Allahın köməyinə. Yenə də deyirəm, nəsə qaranlıq qaldısa, nəyi bilmədiksə, nə sizin üçün çətindirsə də soruşa bilərsiniz. Birinci, bağlayıcı olanda, ədət olanda ki, ayrı yazılır, amma şəkilçi olanda sözə bitişik yazılır. Bu qədər.